Salam əziz tamaşaçılar. Haqqın dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Qurban ibadəti İslam dininin simvollarından biridir. Bu ibadət Həzrəti İbrahimin qeyd-şərtsiz Allaha yönəlməsi və təslimiyyətinin nişanəsidir. Bugünkü buraxılışımızda məhz bu mövzunu müzakirə edəcəyik. Həmsöhbətim Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, İlahiyyat Məscidinin imamı, İlahiyyat üzrə fəlsəfə doktoru Vüqar Səmədovdur. Vüqar müəllim, xoş gördük. Xoş gördük. Vüqar müəllim, bugünkü mövzumuz qurbanla əlaqəlidir. Bəli. Əlbəttə ki, həcc mövsümündəyik və insanlar artıq qafilə Allahın evini ziyarət etməyə gedirlər. Və həcc mövsümünün ən önəmli ayinlərindən biri də məhz qurban ayinidir. Qurbanlıq və ya qurban ayini bəlkə də bəşəriyyətin tarixi qədər qədim bir ayindir. Bütün dinlərdə buna bənzər ritualların yerinə yetirildiyini biz görürük. Ümumilikdə İslam dininə görə qurban ibadətinin mahiyyəti nədən ibarətdir? Bu ibadətin mənəvi əsasları hara söykənir? Bəli. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin və salatu və selamu ala Rasulina Muhammed və ala alihi və sahbihi ecmaîn. Qurban ibadəti həqiqətən İslamın böyük ibadətlərindən biridir və eyni zamanda Peyğəmbərimizin buyurduğu ki, sizə iki böyük bayram vardır. Biri Ramazan bayramı, digəri də Qurban bayramı. Həqiqətən də iki bayramda coşqulu şəkildə keçirilir. Ramazan bayramında insanlar nəfis üzərində qələbəyə sevinirlər və o nəfis əngəllərindən qurtulduqları üçün və öz mahiyyətlərini, həqiqətlərini, mənəviyyatlarını idrak etdikləri üçün sevinib bayram edirlər. Qurban bayramında isə insanlar Allahın onlara bəxş etdiyi nimətləri idrak edib və onlara Allah-u Teala nələri bəxş etdiyini bilirsiniz. Məsələn, məratib-i ərbaə var. Nədir? Cəmadat var, nəbatat var, heyvanat var və də ki, insan mərtəbəsi var. İnsan bunların ən üzərində dayanır. İndi məsələn, qurbanla əlaqəli ayət də çox önəmlidir. O ayətdən وَالْبُدْنَ جَعَلْنَاهَا لَكُمْ مِنْ شَعَائِرِ اللّٰهِ Biz qurbanlıqları sizə Allahın simvolları olaraq qıldıq. لَكُمْ فِيهَا خَيْرٍ Onda sizin üçün xeyir var. فَذْكُرُ اسْمَ اللّٰهِ عَلَيْهَا السَّوَافِ Onların üzərinə Allahın adını kəsərək kəsin. فَاِذَا وَجَبَتْ جُنُوبُهَا Onlar yanları üzərinə yatdıqları zaman فَكُلُوا مِنْهَا Ondan yeyin. فَاَطْعِمُ الْقَانِيَا وَالْمُعْتَرِ Yəni həm istəyə bilən, həm istəyə bilməyən fəqirlərə yedirin. كَذَٰلِكَ سَخَّرْنَاهَا Bura önəmlidir. Və beləliklə Allah bunları sizin əmrinizə amadə qıldı. لَكُمْ لَعَلَّكُمْ təşkurun Umulur ki, siz buna şükr edərsiniz. Demək ki, Kövsər müəllim, Allah-u Teala yer üzərində hər şeyin, məsələn, bud nədir? Bud nədir? Heyvandır. Heyvan yenə insan mərtəbəsinə ən yaxın varlıq sayılır. Bunları belə Allah-u Teala bizim əmrimizə vermişdir. Ona görə də buna şükr edəsiniz deyə Allah-u Teala yer üzərindəki insandan artıq əşrəf bir məxluqat yoxdur. Hər şeyi sizin əmrinizə vermişdir. Ona görə də heç olmasa ildə bir dəfə ruhunuz coşsun, bunu xatırlayın və Allaha ixlasla, təslimiyyətlə qurbanınızı kəsin. Bunu da söylədiyimiz zaman qurban ibadəti ümumiyyətlə çox qədim ibadətdir. Quran-ı Kərim bilirsiniz bundan bəhs edir. Adəmin övladları qurban Allaha Habillə Qabil. Habil gözəl heyvandan kəsir. Qabil isə deyək ki, meyvələrinin yaxşı olmayanlarından verir. Onun qurbanı qəbul olunur, bunun qurbanı qəbul edilmir. Ona görə də yəni qurbanda tasurrun nazirin, məsələn, Quran-ı Kərim çox gözəl onu ifadə edir. Yəni baxanları sevincə qərq edəcək. Orada bir hadisə olur. Yəni Musa Aleyhisselam varis olacağı insanı öldürür və bunu başqalarının üzərinə atır və Musa Aleyhisselama deyir ki, onu tap. Musa Aleyhisselama da vəhy gəlir ki, gözəl bir qurban kəs. Orada gəl ki, onu çətinləşdirirlər. Musa Aleyhisselam kəsmək istəmirlər. Faqiyun levniha tasurrun nazirin və gözəl bir qurban kəsirlər və ölən adam dirilir. Məni filan kəs öldürdü deyə dedi. Yəni demək ki, qurban bir çox işlərin açılması üçün, yəni müxtəlif ümmətlər Allaha yaxınlaşmaq üçün
hər zaman qurban vermişlərdir. Qurbanın fəlsəfəsində də çox önəmli bir şey vardır. Ümumiyyətlə, yəni tarixdə, dinlərdə qurban edilən şeyləri iki növə ayrılırlar. Birincisi, qan axıtmaq şəkli ilə olunan qurbanlar, bir də ki, yəni hədiyyə edilərək olunan qurbanlar, meyvə cinsindən, halva cinsindən, cürbəcür şeylərdən olunan qurbanlar. Və burada əsas onun üzərində dururlar ki, yəni qan həyat deməkdir. Yəni insanda da ən önəmli deyək ki, sıvı və yaxud da maye qandır. Yəni qan kəsildiyi zaman insanın həyatı durar və yaxud da digər canlılar üçün də eyni şeydir. Yəni qan axıtdığın zaman canlının həyatına son vermiş olursan. Yəni burada sən Allaha özünü qurban vermiş olursan, həyatını qurban vermiş olursan. Və alimlər çox gözəl şeylər söyləyirlər ki, yəni lən yenəlallahu luhumuha və la dima'uha velakin yenalu taqva minkum. Yəni Allaha kəsdiyiniz qurbanların nə əti, nə qanı çatmaz. Amma sizin Allaha verdiyiniz söz, Allaha verdiyiniz təslimiyyət, Allahın sizi imtihan üçün dünyaya gətirdiyini təsdiq etməyiniz, imanınız, təqvanız, təvəkkülünüzün bir təzahürü olaraq siz qurbanlarınızı kəsirsiniz. Və burada sizin dünyada bütləriniz var. O bütlərdən xilas olunursunuz. Bir zaman biz İbrahimə müqəddəs evin yerini nişan verib, mənə heç bir şeyi şərik qoşma. Evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə demişdik. İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn qayışbaldır dəvələr üstündə gəlsinlər. Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, sıxıntı içində olan yoxsullara da yedirdin. Qurban əslində bir vaz keçməkdir. Sözün hərfi mənası da yaxınlıq deməkdir. Allahla məsafələri aradan qaldırmaqdır. Bizim günahlarımızla, nəfsimizlə, dünyaya bağlılığımızla əslində bu məsafələrimizi aradan qaldırmaqdır və nəticə etibarilə Allaha bu mənada yaxınlaşmaqdır. Həzrət İbrahim və İsmailin hekayəsində isə Rəbbə tam bir təslimiyyətdir. Və o təslimiyyətin, o ixlasın səbəbidir ki, bugün insanlar sırf o Allaha təslimiyyət ruhu ilə qurbanlar kəsilir. İstərdim Həzrət İbrahim və İsmailin bu qissəsinin və oradan çıxan nəticələri bizim diqqətimizə çatdırasınız. Bəli, yəni Quran-ı Kərimdə ən çox adı keçən peyğəmbərlərdən də biri İbrahimdir. Adına müstəqil surə də var. Və hətta Nahl surəsində səhv eləmirəmsə 162-ci ayədə Kənə İbrahimu ümmətən qanita. Nə deməkdir? İbrahim tək başına bir ümmətdir. Ona görə də ulul əzim peyğəmbərlərdən qəbul olunan bir peyğəmbərdir. Yəni İbrahim əleyhissalam yəni onu Quran-ı Kərim Halim, Alim deyə, Halim, Alim yəni ikisi də dərin bilik sahibi insanlar olduğunu və Xəlilullah deyirlər. Bəli, rüşd ləhu, ona biz rüşdünü verdik. Yəni doğru yolu qavrama qabiliyyətini verdik və bildiyiniz kimi birinci bütlərə canından imtahan olunur, xanımından imtahan olunur və İbrahim əleyhissalam çox dua edir ki, ya Rabbi, artıq mən qocaldım, etdim, mənə bir övlad bəxş edəsən. Müxtəlif rəvayətlər var, 72 yaşında, 86 yaşında İbrahim əleyhissalama İsmaili verir və İsmaili verir. Artıq İbrahim əleyhissalamın duası var, onu Allah yolunda qurban edərəm, nə eləyərəm və bir gün yuxuda buna xatırladılır ki, ey İbrahim, sən bizim dostumuzsan, belə bir qurbanın var idi. Artıq o qurbanı yerinə yetirmə vaxtın gəlib. İbrahim artıq qəlbinin meyvəsindən imtahan olunur. Böyük Danimarkalı mütəfəkkir Kierkegaard, qorxu və titrəmə. Bunun üzərində müstəqil bir kitab yazıb. Həqiqətən də çox dəhşət orada o İbrahim əleyhissalamın hesabatını asan bir şey deyil. Kim evladını qurban edə bilər? Kim bu yolda gedə bilər?
Yəni İbrahim burada tərəddüd edəcəkmi, etməyəcəkmi? Tərəddüd etmir və o vəttəxazallahu İbrahimə xalila. Allah İbrahimi dost etdi. Yəni peyğəmbər burada şübhəyə düşsə, tərəddüdə düşsə, təslimiyyət əldən getsə, təvəkkül əldən getsə, yəni Allah Teala onu imtihana tabe tutur və də ayət də çox maraqlı ayətdir. Fələmmə bələğu ma'hus sa'yə. Onunla övladı qaçacaq vəziyyət. Bəli, İbrahim əleyhissalam oğluna dedi ki, ya buniyyə inni ərə fil mənami ənni əzbahukə fanzur məzə tərə. Qalə ya əbəti fəal mə tu'mər sətəciduni inşallah minə sabirin. Yəni, ey oğlum, mən yuxuda səni boğazlayarkən görürəm. Sənin bu haqda görüşün nədir? Dedi ki, ey atacığım, sən sənə əmr olunanı yerinə yetir. Məni səbr edənlərdən görəcəksən. Həqiqətən də aparıb dağda qurban etdiyi zaman o yolda maraqlı hadisələr olur. İndiki həcdə də bizim məsəl üçün yerinə yetirdiyimiz rükünlər oradan qalmadır. Məsələn, şeytan İbrahim əleyhissalama gəlir ki, bax, Rəbbin sənə o oğlunla imtihan edir. Rəbb belə olarmı? Orada da məsələn İbrahim əleyhissalam şübhəyə düşmür. Daşla götürür, şeytanı qovur. Ondan şeytan buradan da bir yol tapa bilmədiyi üçün İsmail əleyhissalama gəlir. Deyir ki, bax, belə ata olarmı? Öz evladını kəsməyə aparır. O da onu daşlayır. Və burada onların nə qədər haqqa təslim olduqları, haqqa nə qədər yaxın olduqları, yəni bu dünyadakı məqsədlərinin ancaq ibadət olduğunu, Allaha yaxınlaşmaq olduğunu göstərirlər və böyük bir hadisə olur. İbrahim əleyhissalam bıçağı nə hara vursa kəsir, amma övladının boynuna vurduğu zaman kəsmir və səs gəlir ki, Əyya İbrahim, qad saddaqta rüya, sən rüyanı doğruladın. Fəfədəynəhu bidibhin azim və ona böyük bir göy qapıları açılır, böyük bir qoç gətirilir və verilir. Ondan sonra da İbrahim əleyhissalam onu Allah üçün kəsir və o zamandan bəri bizdə qurban ibadəti vardır və Peyğəmbərimiz qurban ibadətinə çox önəm vermişdir və özü 2 dənə ətinə dolu qurban kəsmişdir. Birini öz ailəsi üçün də, birini də ümməti üçün kəsmişdir. Qurbanlıq heyvanlarda sizin üçün müəyyən bir vaxta qədər mənfəət vardır. Sonra onların kəsiləcəyi yer qədim evin yaxınlığındadır. Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Sizin məbudunuz tək olan ilahdır. Yalnız ona itaət edin. Sən müt'i olanlara müjdə ver. İlin müxtəlif dövrlərində kəsilən müxtəlif qurbanlar var. Bunun digərlərindən fərqi nədir? Bu hər kəsə vacibdirmi? Söz açılmışdan o zaman sürətli bir şəkildə qurban növlərini söyləyək ki, insanlar qarışdırmasınlar bunları. Əqiqə qurbanı var ki, insan övlad dünyaya gələrkən kəsilir. Bundan həm özü, həm fəqirlər yeyə bilər. İkincisi, nəzir qurbanı vardır ki, insan bir şeyi özünə vacib qılır, nəzir edir. Onu kəsdiyi zaman ancaq fəqirlərə yedirməsi lazımdır. Və İsmail qurbanı var, hədi qurbanı var. Hədi qurbanı təməttü və qıran haccını yerinə yetirənlərin kəsməsi vacib olan bir qurbandır. Alimlərin bir qismına görə sünnə-i müəkkədədir. Çünki Peyğəmbərimizin əmr olunmuşdur vənhar şəklində. Peyğəmbərimizin timsalında ümmətinə də əmr olunmuşdur deyən alimlərə görə qurban ibadəti vacibdir. Digərlərinə görə isə sünnəyi qüvvətli, müəkkəd sünnətdir. Yəni kəsilməsi lazım bir şeydir. Amma qurbanı kimlər kəsər? Hər kəs qurban kəsə bilər İsmail qurbanına. Varlıda kasıblar, amma kasıba fərz deyildir, vacib deyildir. Kəsməsə də olar. Və qurbanın iki mənasını da söyləyeyim. Yəni biz qurban deyirik, yaxınlaşmaq mənasında. Ərəblər udhiyə deyirlər. Daha, yudahi, tədhiyə. Yəni fəda etmək. İkisi də gözəl mənadadır. Yəni nəfsi fəda etmək, Allah üçün fəda etmək. Digər tərəfdən də fəda edərək yaxınlaşmaqdır qurban. Həzrət Peyğəmbər belə, yəni o qurban kəsdiyimiz heyvana belə necə
xoş münasibət Bəli, göstərərək onun qurbanını kəsərdi, yəni. Hətta bıçağı ona göstərməyən bizim əvvəldən qalan Bəli, adət-ənənəmizdə də bu bəli. vardı. Ona su içirmək, başını sığallamaq. Bəli, bəli. Nəticədə bu Allah yolunda qurban ediləcək. O qədər dəyərli bir yaradılmış məxluqu, belə deyək, Allah yolunda fəda etməkdən, qurban etməkdən söhbət gedir. Bax, bu hallarda bəzən görürük ki, insanlar işi tezləşdirmək üçün Bəli. və ya qısa zamanda bu işi bitirib qurbanları bəlkə vaxtında yerinə yetirmək üçün müəyyən xoş olmayan davranışlara və əməllərə də yol verilir. İstərdim bax son olaraq bu barədə əziz tamaşaçılarımıza bir çağırış edəsiniz. Bəli, bəli, çox gözəl söylədiniz. Yaralı yerimizə toxundunuz Kövsər müəllim. Burada insanın taqvasından söhbət gedir. Heyvanın deyək ki, axsaq olmaması lazımdır. Buynuzu qırıq olmaması lazımdır. Çəpgöz olmaması lazımdır. Ayaqda durmayacaq qədər zəif olmaması lazımdır. Məsələn, qurban edim deyə necə gəldi, yəni qurbanlar olunmaması, dişlərinin çoxunun olması lazımdır kimi alimlər ciddi şərtlər ortaya qoymuşlardır. Siz dediyiniz də çox önəmlidir. Yəni görürsən ki, heyvanın gözünün qabağında bıçaq itələyirlər. Peyğəmbərimiz deyir ki, sən bu heyvanı neçə dəfə öldürürsən deyə şeylərləyir və eyni zamanda gözəl yerlərdə kəsmək, natəmizliyə, antisanitari qaydalarına diqqət etmək lazımdır. Yəni heyvanları elə yerlərə örtmək lazımdır. Kəsim yerinə gözünün bağlı gətirilməsi lazımdır. Gözəl şəkildə gətirilməsi lazımdır. Gözəl şəkildə yatırılması lazımdır və o 4 dənə damarı var. O 3 dənə damarı bir dəfəyə kəsmək lazımdır şeydən ki. Yəni əziyyət verərək deyil. Ki, heyvan rahatlıqla canını versin və oralarda təmiz tutmaq lazımdır. Qurbanla əlaqəli ayələrdə də çox gözəl bir ifadə var. Gözəl xatırlatın. Və mən yuazzim şəairallah fə innəhə min taqval qulub. Allahın nişanələrini kim ucaldarsa o qəlblərin taqvasındandır. Biz burada düşünə bilmərik ki, yəni burada bu niyə belədir, yazıqdır, odur, budur. Yəni bunu Allah Teala bunun üçün yaratmışdır. Yəni heyvanların ətini insanların qidalanması üçün Allah xəlq etmişdir. Din belə bir şeydir, dogmatikdir. Yəni dinin ibadətləri artıq düşüncəyə açılmır. Bəli. Açıldığı zaman o artıq din olmaqdan çıxar. Əlbəttə ki, qurbanını kəsdikdən sonra yenə də ehtiyac sahiblərini yaddan çıxartmamalı və onları da görməlidir. Çünki qurban ibadətinin sadəcə fərdi deyil, bax bu baxımdan sosial bir əhəmiyyəti də var. Bəzən ehtiyac olan insanların bu bayram münasibəti ilə qapılarını açmaq, onlara əldə bir pay götürmək belə özü də çox dəyərlidir. Çünki insanların bir qayğısına, diqqətinə ehtiyac olan çox insan var. Bu münasibətlə, fürsətdən istifadə edib biz əziz xalqımızı da Qurban Bayramı münasibəti ilə bir daha təbrik edirik. Kəsilən qurbanların, edilən ibadətlərin uca Yaradan dərgahında qəbul olunmasını arzu edirik. Vüqar müəllim, mən sizə təşəkkür edirəm gəldiyiniz üçün və bu mövzunu bizimlə müzakirə etdiyiniz üçün. Çox sağ olun. Sağ olun, var olun. Əziz tamaşaçılar, bununla da verilişimiz başa çatır. Haqqın dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.